təhlükəsizlik gündəlik həyatın bir hissəsidir. Bakı Konqres Mərkəzində Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının və Fövqəladə Hallar Nazirliyinin birgə tərəfdaşlığı ilə hazırlanmış MyLift rəqəmsal platformasının rəsmi təqdimatı keçirilib. Tədbiri açılış nitqi ilə Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmail Nəsirov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə açıblar. Agentliyin rəis müavini İsmail Nəsirov çıxışında lift təhlükəsizliyinin vacibliyindən danışıb. Əlçatan təhlükəsizlik və yüksək standartlar. MyLift rəqəmsal platforması müsbət addım kimi qiymətləndiririk. Bu platforma liftlərin texniki vəziyyəti, baxış və istismar prosesləri barədə məlumatların mərkəzləşdirilmiş və şəffaf şəkildə toplanmasına imkan yaradır. Layihənin sahibkarlıq mühitinə təsirindən danışan Kobiyanın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov bildirib ki, platforma lift təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri üçün şəffaf və ədalətli rəqabət mühitinin formalaşmasına töhfə verəcək. Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə isə platformanın texniki imkanlarından söz açıb. O qeyd edib ki, bu platforma problemin kəskinləşməmiş aşkarlanmasına imkan yaradacaq. MyLift rəqəmsal platformasının layihə meneceri bildirib ki, bu platforma vətəndaşların təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunmasına xidmət edir. Hal-hazırki dövrdə biz layihəni PPP formatında, yəni dövlət özəl sektor layihə formasında təqdim edirik. Gələcək il ərzində bütün ölkənin liftlərini və qaldırıcı qurğularını biz platformaya daxil etmək və canlı izləmə imkanı əldə etmək istəyirik. Bundan sonra layihə dövlət tərəflərinə təqdim olunacaq. Platforma vəziyyətinə gətirilməsi artıq bir ildir davam edib və bütün sistemlərə inteqrasiya olunub. Fevral ayının 1-dən biz layihənin icrasına başlayırıq. Sahə mütəxəssislərinin iştirakı ilə baş tutmuş tədbirdə daha sonra lift təhlükəsizliyi ilə bağlı institusional müzakirələr aparılıb. Aytən Verdiyeva, Vüsal Bayramov, Nərminə Kəmalova, APA TV.